xəbərləri. Bakı kəndliləri ictimai birlik yaratdılar. Su kəməri altında qalan torpaqların sahibləri kompensasiya tələb edirlər. Bakı və Bakı kəndlilərinin hüquqlarını müdafiə komitəsi ictimai birliyə çevrildi. Bu barədə iyulun 9-da Azərbaycan İnsan Haqları Evində keçirdiyi mətbuat konfransında yeni yaranmış ictimai birliyin sədri Rasim Əlizadə məlumat verdi. Belə ki, bundan sonra komitə insan haqlarını və azadlıqlarını müdafiə ictimai birliyi kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə təşkilatın qeydiyyata alınması üçün də qısa müddətdə müvafiq sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim ediləcək. Komitənin fəaliyyəti Bakı və Bakı kəndliləri ilə məhdudlaşırdı. Ölkənin hər yerində ölkə vətəndaşlarının hüquqları tapdanır və buna görə də bütün ölkəni əhatə edən qurumun yaradılmasına ehtiyac duyduq, deyə qeyd edən Rasim Əlizadə qarşıda parlament seçkilərinin gəlməsinə də toxunub. O, ictimai birliyin Bakı kəndlərində və ümumiyyətlə Azərbaycanın hər yerində seçki saxtakarlığının qarşısını almaq istiqamətində də fəaliyyət göstərəcəyini qeyd etdi. Dövlət qurumları Oğuz rayonunda yeraltı mənbələrdən Bakı şəhərinə çəkilən su kəmərinin keçdiyi ərazilərdə torpaq sahəsi sahiblərinin hüquqlarını pozur. Bunu iyulun 9-da mövzu ilə bağlı keçirilən mətbuat konfransında Neftçilərin hüquqlarını müdafiə təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Azərbaycan hökuməti dövlət ehtiyacı üçün torpaqların alınmasına görə vətəndaşlara pul kompensasiyasını vermir. Torpaq sahiblərinə vurulan ziyana görə kompensasiya ödənməsi üçün güya pul tapılmır, deyə o qeyd edib. Tədbirdə iştirak edən zərər çəkmişlərdən biri olan Qəbələ rayonunun Şamlı kənd sakini Vidadi Rəfiyevin sözlərinə görə, onun mülkiyyətində olan 2,99 hektar torpaq sahəsinin 2,55 hektarı su kəmərinin marşrutuna düşür. 2007-ci ildən öz torpaqlarımdan istifadə edə bilmirəm. Torpağımda əkdiyim fındıq ağacları da kəsilib. Ailəm yeganə gəlir mənbəyindən də məhrum olub. Buna baxmayaraq, mənə vurulan ziyana və itirdiyim mənfəətə görə qanuni kompensasiya verilmir, deyə o qeyd edib. Neftçilərin hüquqlarını müdafiə təşkilatının üzvü Həmid Xəlilov isə qeyd edib ki, Respublika əhəmiyyətli layihənin həyata keçirilməsi dövlətə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqlarını pozmaq üçün əsas vermir. Bu insanlar hələ neft pullarının istisini hiss etməyiblər, amma onun əzab əziyyətini öz üzərlərində hiss edirlər, deyə o qeyd edib. Neft pulları əhalinin rifahının yaxşılaşmasına şərait yaratmalıdır. Oğuz, Qəbələ, Bakı su kəməri təcrübəsi göstərir ki, dövlət məmurlarının məsuliyyətsizliyi əhalinin yoxsullaşmasına gətirib çıxarır, deyə Mirvari Qəhrəmanlı əlavə edib.